Xeyirli olsun, daha bir mənzilimizin sonuna gəldik, çatdıq. Deməli, bizim mətbəx hissədə idarə etmə pultları. Bizim mətbəximiz. Kombində bu proyektdə, yəni bilənlər bilir ki, bu proyektdə balkona icazə verilmir. Kombin gətirib qoymuşuq bura. Bizim kollektorlarımız. Demək, istidən döşənin kollektoru ayrıdır. Radiator xəttlərinin kollektoru ayrıdır. Bizim yerimiz məhdud olduğuna görə belə bir filtrdən istifadə olundu. Sürüqülatörü, udar amortizatoru və filtri. Və bizim gaz xəttimiz bu formada gəldi. Keçdi buradan, çıxdı çölə. Deməli, keçir əsas qonaq otağıdır, zal hissəsi. Bizim bir radiatorumuz oradadır, bir də orada. Gözəl işlənib. Bu arada onu da xatırladım ki, çox ustalar bəyənmirlər dizaynerin işini. Dizaynerlərə, memarlara üstünlük vermirlər, amma yanılırlar. Yəni, hər şey dəqiqliyinə yerinə oturur. Baxın bu gözəlliyə, möhtəşəmlik. Həqiqətən burada əziyyət çəkən ustalar, icraçı prorabımız sağ olsun. Radiatorumuz. Onu da xatırladım ki, bizim bu qlobal radiatorları sağ tərəfdən girişdir. O giriş hissədə purjundan istifadə olunub ki, yəni tam olaraq isinsin. Bu bizim bir yataq otağımız. Keçirik digər yataq otağına. Digər yataq otağında 80 radiatorda, o da qlobal firmasına aid. Baxın, burada görsənirmi? Bəli, bax. Qlobal. Valideyn otağıdır. Valideyn otağında burada bir hamamımız gizlənib. İdarə etmə pultudur. Keçirir, bizdə burada istidvardır. İstidvarın üstündə də 5 yılkamız. Unitaj instalyasiya üstündə də şkafımız. Belə bir dolab burada yığılıb. Bu da bizim moydadır. Moydadırların da sifonları bax bu formada. Bizim duş zonası. Ola bilər çəkilişim yaxşı deyil, bəyənmirlər. Baxanda bəyənmək lazımdır. Qapımız bağlandı. Keçirik ümumi hamam otağıdır. Mən onu da öz idarə etmə pultu buradadır. Bizim duş zonası. Unitajımız. Burada da bu isti divarımız var. Bu da bizim həm moydadır, həm də paltarlayan maşın. Hamısı da işləyir. Bu qədər. Xeyirli olsun, Allah olmayanlara qismət eləsin. Baxdıqca bəyənin, bəyənməyi də unutmayın.